Bəlkəm səhər yeməyə skuşonlu malakomuz yoxdur. Gedim tez bazara alım gəlirəm. Ara gelirsən, bura gəl, içeri getməyə ehtiyac yoxdur. Qatlaşdırılmış südü evdə özüm hazırlayacağım. Bunun üçün bizə cəmi 3 ərzaq lazımdır. Şəkər tozu, süd və karbonat. İlk olaraq 1 litr südü qazanımıza əlavə edirik. Daha sonra üzərinə 1 stəkan şəkər tozu əlavə edib qazda qaynamağa qoyuruq. Artıq südlə şəkər birlikdə əridi və azca qaynamağa başladı. İndi isə üzərinə 1 çay qaşığı qədər karbonat əlavə edib az xodla yenidən qaynadırıq. Artıq qatlaşdırılmış südümüz hazırdır. Qatılığı bu formada olmalıdır. Mən biraz ilıq hala gətirmişəm. Ona görə də belə olub. Onu da qeyd edim ki, mən biraz rəngin çox döndərmişəm. Çünki dadı daha qəşəng olur. Sırf o vareniklər olur, kariçinli rəngdə ondan. İsə bankamıza əlavə edirik. Çox möhtəşəm alınıb. Əgər kimlərsə bunu tam qatı versiyada xoşlayırsa, soyuducuda bir neçə saat və yaxud bir neçə gün saxlasın. Onda sırf alınma vareniklər kimi olacaq.